Niyə ilk günlərdə uşaqlar sakit olur, amma bir aylıq olanda çox ağlayır və narahat olurlar? Yeni doğulmuşlarda narahatlıq yarada biləcək bir neçə amil var. Bunlar qazlar, məclis ifrazı və koliklərdir. Uşağın həyatının ilk günlərində və həftələrində həzm sistemi dəyişir, yeni mühitə uyğunlaşır. Bu prosesə təsir edən bir neçə amil var. Bunlardan biri də həzm sisteminin mikroflora ilə zənginləşməsidir. Ana bətnində körpə qidalandırıcı maddələri birbaşa anadan alırdı, amma doğulduqdan sonra onun həzm sisteminə müxtəlif mikroorqanizmlər yerləşir və bu da narahatlıq yarada bilər. Eyni zamanda həzm sisteminin normal işləməsini tənzimləyən sinir sistemi də yetişir. Uşaq natamam sinir sistemi ilə doğulur və onun yeni şəraitə uyğunlaşması üçün vaxt lazımdır. Həmçinin uşağın öz başına nəcis ifrazını öyrənməsi prosesi də baş verir. Doğulduqdan sonra körpə hələ düzgün şəkildə qicənib nəcis ifraz etməyi bacarmır, bu bacarığı öyrənməsi lazımdır. Bütün bunlar artmış qaz əmələ gəlməsinə, qarında vaxtaşırı spazmlara və nəcis ifrazında çətinliyə səbəb olur. Uşaq ağlamağa, qızarmağa, gicənməyə başlaya bilər, amma nəcis ifraz edə bilmir və qarında köp yaranır. Bu, ən çox 2-3-cü həftədə nəzərə çarpır və zirvəsi 1,5-2 aylıq dövrə təsadüf edir. Uzun müddət ağlamaq, gicənmək, inildəmək, bunlar yaşa bağlı xüsusiyyətlərdir və zaman keçdikcə adətən 2 ayına qədər yoxa çıxır. Həmçinin bu yaş dövründə uşaqda kolik və ya bənövşəyi ağlama da ola bilər. Bu, qəfil başlayan və heç bir aydın səbəb olmadan keçib gedən bir ağlamadır. Körpəni sakitləşdirmək sadəcə mümkün olmur. Nə etsəniz də o qışqırmağı dayandırmır və ağlayan uşaq elə görünür ki, sanki həqiqətən çox ağrısı var. Bu, gündə 5 saata qədər, bəzən daha çox davam edə bilər, amma adətən ardıcıl 3 saatdan çox olmur və əsasən günün ikinci yarısında baş verir. Vacibdir ki, ağlama bitdikdən sonra uşaq tamamilə sağlam və xoşbəxt bir körpə kimi görünür və davranır, fərqli olaraq yorğun və tükənmiş valideynlərdən. Bütün bunlar körpələr üçün tamamilə normaldır. Bu, patoloji bir vəziyyət deyil və səbəb sizin nəyisə səhv etməyinizdə deyil. Körpəyə yeni şəraitə uyğunlaşmaq üçün vaxt verin, özünüzə isə səbir arzulayın.